Fitrə zəkatı vacibdirmi? Bəli, fitrə zəkatı vacibdir. Qur'an-ı Kərimdə bununla bağlı ayə var. O cümlədən də fitrə zəkatı bizim bir illik bəlalardan qorunmağımız, tutduğumuz orucun qəbul olunması üçün şərtlərdən biri hesab olunmuşdur. Fitrə zəkatı oruc tutan, tutmayan hamısına vacibdirmi? Bəli. İstər Ramazan ayında oruc tutsun, istər tutmasın, hamısı fitrə zəkatı verməlidir. Fitrə zəkatı nə zaman çıxardılmalıdır? Fitrə zəkatı Ramazan ayı qurtarandan sonra fitr bayramı daxil olduqda verilməlidir. Ay qurtarmamış fitrə zəkatını çıxartmaq doğru deyil. Bayram elan olunan kimi, təsdiq olunan kimi fitrə zəkatını çıxartmaq lazımdır. Fitrə zəkatının miqdarı nə qədərdir? Fitrə zəkatının miqdarı ən çox istifadə etdiyimiz qida məhsulundan olmalıdır. Əgər buğda, çörək istifadə olunursa ondan, düyü istifadə olunursa ondan və ilaxır. Ən çox hansı qida məhsulundan yeyiriksə, istifadə ediriksə ondan olmalıdır. Fitrə zəkatının miqdarı nə qədər olmalıdır? Fitrə zəkatının miqdarı adam başına 3 kiloqram olmalıdır. Ən çox yediyimiz buğdadırsa, buğdadan, ən çox yediyimiz düyüdürsə, düyüdən və ilaxır. Fitrə zəkatı kimə verilməlidir? Fitrə zəkatı fəqirə, kasıba verilməlidir. Əlbəttə şərti budur ki, açıq-aşkar günah edən fasik o pulu günaha xərcləyən adama vermək olmaz.